Goranboyda 30 yaşlı kişi zəhərlənərək ölüb. Hadisə rayonun Qaradağlı kəndində baş verib. Kənd sakini Yavər İbrahimovun gecə saatlarında qəfil halı pisləşib. O dərhal Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun yaxınları onun qida zəhərlənməsindən öldüyünü ehtimal edir. Biz yaxın qonşuyuq. Səhər eşitdik ki, Yavər belə gecə ölüb. İndi nə səbəbə ölüb, niyə ölüb, nə bilim, dedilər ki, qidadan ölüb, nəyinəsə qidalanıb, qidadan zəhərlənib ölüb. Ailəlidir, bir oğlu var idi, 5 yaşında, indi bir qızı da hələ bir 3-4 aylıq da bir qızı olmuşdu. Əkininlə, pişininlə, bax belə zəhmətlə, zulümlə ailəsini dolandıran oğlan idi, başı uşağı olan bir oğlan idi, nə deyə bilərəm, Allah rəhmət eləsin. Baş verən hadisə ilə bağlı təbibdən xəbər aldıq. Bildirildi ki, 12 iyun 2025-ci il tarixində gecə saat 1-də 1995-ci il təvəllüdlü kişi pasiyent zəhərlənmə şübhəsi ilə Goranboy rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu təyin edilib. Göstərilən tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 01:04 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Hazırda faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.